Kur'an-ı Kerim'de öğretir bu. Dedi ki müminler böyle dua ederler. Rabbena heblena min ezvacina ve zürriyatina kurrata a'yun ve cealna lil muttaqina imama. Ey Rabbimiz bize yoldaşlarımızdan ve evlatlarımızdan olacak göz bebeği olan, yani göz bebeği olacak kesler nasip et ve bizi hayırlı insanlara numunevi et. Önderden biz öyle bir insan olmak ki hayırlı insanlar için numunevi olmak. Biz onlara et. Bu müminlerin salihlerin duası olur. Ve bir evlenmek hayır. Yaxşı insan ki evlendi artık. Ve bundan sonra adımlar. Ve bakırsan, bu adımlar öyle bir adımlardır ki insan 50-60 yaşlı ama bu adımlardan hiçbirini bile bilmiyor. Bakırsan ki hoşbak yaşayabilmiyor ona göre. 60 yaşlı, 40 yılda evli olur. Lakin bu adımların belki hiçbirinden haberi yok. Bu da əsl, yani insan güzel hayat yaşayabilmemesi budur. Yani bu sebepleri bilmemek. Bunlar hamısı Allah'ın dininde var. Kur'an-ı Kerim'de var. Peygamber sallallahu aleyhi ve sellem'in sünnetinde var. En birinci oldu ki, az onu dedik, evlenmenin faydasını bilmek. İnsanlar evlenmenin faydasını bilir. Önce dediğimiz hadisler, ayeler, evlenmenin faydası, hayırlı olan, hakkında olan ayeler ve hadisler. İkinci mesele oldu ki, günahlardan uzak durmak. Ah, günahlar. Vallahi günahlar cemiyette helak edir. Allah Azze ve Celle buyurur ki, "Men a'rada an zikri, fe inne lehu me'işeten danke." Kim benim dinimden uzak durarsa, hayatını günahlarla geçirerse, onun hayatını sıkıcı hayat eder. Onun meişesi, yaşayışı sıkıcı hayat olur. Yani günahlar helak eder insan. Sıkıcı eder insanı. Ve hemçinin Allah Azze ve Celle buyurur ki, onlar kazandıkları günahlara göre dünyada boğuldular, ahirette de ona girdiler. Yani insan dünyada kazandıkları günahlara göre dünyada çok boğulur. Yani boğulmak teşhisi olur. Boğulmak problem içinde de olur. Hoşbəxtsizlik içinden insan boğulabilir. Yani insan var, pulu var, işi var, biznesi var, her şey var. Ama evde öz hayat yoldaşıyla rahat değil, hoşbəxt değil. Bir nefer bak, bizim bayramdan bir nefer yaxınlaşır. Mənə deyir ki, mənim özü görürsən, pulum var, biznesim var. Yoldaşıma 4.000 manatlıq telefon al, hədiyyə etmişəm. Ama deyir, mənim xoşbəxtsizliyim yox. Niyə görə? Çünki bax, bu səbəblərdən uzaq tutmağa görə. Bu səbəbləri bilmir. Və mən ona bir-iki nəsiyyət etdim, ondan sonra çox dəyişir həyatım. Dedi ki, Allah senden razı olsun, həqiqətən hayatım çok değişir. Münasibətim çok değişir. Bazı insanlar böyle bir münasibətlər ailede bir olanda səbəbini öz hayat yoldaşına axtarır. Hiç özünde görmür. Deyir ki, deməli mənim hayat yoldaşım pis qadındır. Xeyr, vallah, öyle değil. Yani sen onu almışsan, o da kiminsə kızıdır. Sen onu kırmaq, boşamaq yok, sen onu ıslah etməlisin. İslah olmaq. En birinci ıslah, günahları terk etmekten, Allah'a yönelmekten başlayır. İnsan Allah'a yönelerse, Allah onun güzarlarını yaxşı edecek. Men amile salihan minkum min zekarin aw unsa ve huve mu'minun felenuhyiyennehu hayatan tayyib. Allah Azze ve Celle dedi ki, sizden salih amel eden kişi ve kadınlara güzel, rahat, pak hayat yaşamak. Hoşbəxt hayat yaşamak. Rabbimiz değiliz. Oluyor birinci günahlar. Ve hemşire günahlar en ki ailenin cemiyeti harap edir. Günahlar ülkeni dağılır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَكَذَلِكَ نُوَلِّ بَعْضُ الظَّالِمِينَ عَلَى بَعْضٍ بِمَا كَانُوا يَكْسِبُونَ. Biz bazı zalimleri üstünden musallat ederek dağıtıp dökerler orada. Neye göre? بِمَا كَانُوا يَكْسِبُونَ. Ettiği günahlara göre. Deməli, insanlar, cəmiyyətlər, ölkələr etdiyi günahlara görə dağıladır. Deməli, günah edənkə zalim sayılır. Kullu men asallaha fehuve zalim. Biz alimlər, hər Allah'a asi olan kəs o zalimdir. En birinci öz nəfsinə zulmeden, öz nəfsinə zulmeden insan günah etməklə.
Ve onun zalim olduğuna göre Allah başka zalimleri onun üzerine musallatdır. Ve bazen evden çıkırsan hiç bilmirsən ki, necə olacaq? Bir görsən ki, günahlara göre pis insanlar sana rast gəlir. Əziyyət verir. Senin işine mani olur. Neye göre? Günahına göre. İbn-i Qayyim adlı büyük alim var. Bir insanın günahına göre ona pis insanlar musallat olur. Həmçinin insanın əxlaqı da pis olanda belə olur. Bu haqqda çox danışmalar, sadəcə vaxtımız biraz azdır. Bizim Şeyh Abdurrahman da burada da faydalandırar bizi. Və başqa səbəblər var. İstəyirəm qısa şəkildə deyim, hətta xüsusiyyətdir. Ailələrin xoşbəxt olması üçün. Üçüncü səbəblərdən biri ərin arvada, arvadın da ərə xeyir niyyət etməsi. Xeyir niyyəti olmazsa Allah Teala xoşbəxt olur. Yəni, tutaq ki, aradansa problem olur. Gerək sən yoldaşı üçün xeyirsiniz. Bilməsən ki, buna necə alət çıxın. Necə bunu cəzalandırır, necə pis söz deyib alçaldın. Xeyr. Ona görə Allah sana kərimdə deyir ki, İburidə islahə yuvaffiqullahu beynahum. Əgər onlar ikisi də İslam istəyərsə, onların arasını barışdırar. İslah Allah'ın sözüdür. En büyük xoşbəxtçilik səbəblərindən biri iki həyat yoldaşlarının bir-biri üçün xeyir istəməsi. Bu barədə çox danışmalıdır. Sonra həmçinin faydalardan, xoşbəxt həyatın faydalarından varlığa baxmaq, xəyallar qurmaq. Elə ailələr var, xəyallar qurur. Gələn il artıq biz varlanacaq. Gələn il artıq bütün dəhşət qullarımız olacaq, belə olacaq. Mesela xəyallar üzərində yaşayın, vaqiyə üzərində yaşamır. O xəyalları en çok gətirən nədir? Türk ve xarici teleseriallar. O teleseriallar senaryolar üzərində qurur. Ona baxın insanlar həyatını onun üzərində qurmaq istəyir. O vaqiy deyil, baş verən şey deyil. Bir nəfər rejissor oturur, özü üçün senaryo yazır, pul kazanır. 2 saat 10 milyona gəlib başa çıxır, insanların ama ailələri bədbəxt olur. Görürsən, yoldaşı var, gözü başlasında. Kişilərə baxın fərqi yoxdur. Bu senaryo aldanır, bu senaryolar ailələri məhv edir, dağılır, tökür. Və heç bir o senaryolarda bir fayda yoxdur. Öyrətməzlər insanlara necə işləsin, öyrətməzlər səhər necə yuxudan bulsun, öyrətməzlər hansı faydalı işə, hansı xeyirli əmələ tərəf yönəlsin. Ancaq təfəkkiyat, yalan sevgiler, yalan məhəbbətlər insanları aldatmaq və ailələri dağıtmaq. Nə qədər ailələr bərbəd olur, seriallar var. Çünki istər-istəməz təsirlənir, gördüyü şey üzərində xəyal olur. Allah uzaq olmaq lazım. Vaqi həyatdan yapışmaq lazım. Vaqi həyat nədir? Çox önemli məsələdir. Odur ki, vaqi həyat əziyyətlərə səbr etməkdir. El-Hurmu bil-Ghunum. Alimler deyir ki, El-Hurum bil-Ghunum. Deyir ki, cərimə, əziyyət qazanca görə insan öz cavanlığını ailəsinin xoşbəxtliyində xərcləyirsə, yaşlananda o xoşbəxt ailəyə nail olur. Ama insan özünün həyatını boş-boş işlərlə, eş işlərlə, mənasız söhbətlərlə keçirərsə, yadda saxlasın ki, böyüyəndə övladlar xoşbəxt olmayacaq. Yoldaşı ilə münasibətlər yaxşı olmayacaq. Xüsusən axırlıqları görürük ki, 50 yaşdan sonra boşanmalar çoxalır. Nəyə görə? Çünki boş-boş həyat üzərində yaşayırlar ona görə. Axtardıqları o boş xəyalları tapmayanda nə ər ona xoş gəlir, nə də arva. Ona görə insan vaqi. Mən ailə qurmuşam, artıq müəyyən əziyyətlərə səbr etməliyəm. Həm kişi, həm qadın. Yəni qadın nəyə görə deyirik? Əgər eşitirlərsə, vəl-ni'mətə görəcək. Eşitmirlərsə, eşitmələri çatlasın. Bugünkü gündə çoxlu qızların, qadınların ailəsinin dağılmağının səbəbi anahtardır. Birdən əldə sənəsəylə bir başa gəlməni xəbərlə öldürər onu. Hansı tərbiyədir? Hansı əxlaqdır bu? Biz o kişilərin övladları nəvələri deyilmir ki, onlar deyirlər ki, bax gelirsən, meydin ərin evindən çıxsın. Düzdür. O demək deyil ki, nə istəsə zülm edirlər, deyil.
Vallahi Allah Azze ve Celle buyurur ki وَاَشْرُهُنَّ بِالْمَعْرُوفِ Kadınlarla güzel rəftar edin, güzel davranın. Ve hemçinin bu mesele çok tartışmalar var ki getiren başkasına aileni hoşnut eden şeylerden biri de oldu ki kadının da erinin yaxşı tərəflərine bakması. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki اِنْ كَرِهَ مِنْهُ خُلُقًا رَضِيَ مِنْهُ خُلُقًا آخَرَ Eğer o öz yoldaşında hoşa gelmez bir şey görürse hoşa gelen tərəfinə baksın. Bu Peygamberin güzel terbiyesi aileler için. Her birimiz insanız. Her birimizde müəyyən pis cəhətlər var. Her birimizde de yaxşı cəhətlər var. Bizim yoldaşlarımız da elədir. Onlar bizim kızlarımız da elədir. Onlarda da müəyyən yaxşı və pis cəhətlər var. Yaxşı tərəfə baxsaq, xoşbəxt olacaq. Pis tərəfə baxsaq, bədbəxt olacaq. Və həmçinin alimlər güzel bir qayda gətirir və deyirlər ki, insanda iki tür şey var. Birincisi mövcudatlar olan şeyler, ikinci olmayan şeyler. Ne kadar olan şeylere baksan, o kadar hoşbaht olacaksın. Ne kadar olmayan şeylere baksan, o kadar berbaht olacaksın. Ona göre olabilsin, insanın o kadar çok şey yoktu ama insan hoşbaht. Ama o kadar insanın çok şey var ama o berbaht. Ona göre bunlar bazı şeyler var, bu şeyler çoktur. Bu ailenin hoşbaht etme sebepleri vallahi çoktur. Biz burada duyduğumuz beşinlik belki yüzlerle. Ve her birimize hoşbaht hayat arzu eden Rüştü kardeşimle tebrik ederim. Allah hayırlı bereketli etsin. Allah sizden razı olsun. Ahir da'vana elhamdülillahi rabbil alamin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.